Salam, hər vaxtınız xeyir. Mən Həqiqət müəllimə. Bugün sizinlə 7-ci sinif 2-ci bölmənin 2-ci mövzusu kök mövzusunun izahını paylaşacağım. Bitkilərin orqanlarını vegetativ və generativ olmaqla iki yerə böləcəyik. 6 orqanı var bitkilərin və bu orqanlar 6-sı da daima bitkinin üzərində müşahidə olunmur və bəzən elə bitkilər olur ki, ümumiyyətlə həyat dövrü ərzində bu orqanlardan bəzilərinə heç sahib belə olmur. Yəni mütləq deyil ki, bu 6 orqanın 6-sı da bütün bitkilərdə mövcud olsun. Amma istənilən sayda orqanı olsa belə, bu orqanlar birləşib orqan sistemi əmələ gətirmir, birbaşa orqanizmə çevrilir. Yəni biz bitkilərin quruluş səviyyələrində orqan sistemi, quruluş səviyyəsini, təşkil səviyyəsini qeyd etməyəcəyik. Orqanlar və orqanizm deyəcəyik. Baxdığımız zaman nəyə görə biz orqanları vegetativ və generativ olaraq bölmüşük? Bitkinin üzərində daima mövcud olan və onun əsasən qidalanma, böyümə və inkişaf kimi proseslərini təmin edən orqanlar vegetativ orqanlardır. Bu orqanlar kök, gövdə və yarpaqdır. Bəs generativ orqanlar nə zaman yaranır? Generativ orqanlar yalnızca bitkinin cinsi çoxalma dönəmində yaranır və çoxalma bitdikdən sonra, işi bitdikdən sonra o da məhv olub gedir. Bunlara çiçək, toxum və meyvə misaldır. Başlayırıq kökün quruluşundan. Kökə baxdığımız zaman biz onun ən uç hissəsini müşahidə etsək, aşağıdan yuxarıya doğru hansı hissələrdən və həmin hissələrin hansı toxumalardan təşkil olunduğunu aydınlaşdıraq. Bundan əvvəlki bitki orqanizmi mövzusunda qeyd etmişdik ki, belə bir şəkil var idi. Hansı ki, belə bir kökün ən kəsiyinin şəkli ən xaricdən bir qat hüceyrə adlandırılmışdı örtük toxuma. Orta qat hüceyrə ən ortada mərkəzdə yerləşdirən ad adlanmışdı ötürücü toxuma. Örtüklə ötürücünün arasında qalan hissəyə isə yazılmışdı əsas toxuma. İndi onu elə bilin ki, biz bu hissədə görəcəyik. Eyni şeyi bu hissədə müşahidə eləyəcəyik. Baxın, yenə ən xaricdən örtük toxuma. Orta hissə, fikir versəz, əsas toxuma. Ən mərkəzi hissə ötürücü toxuma adlanır. Örtük toxumanın bəzi hüceyrələri aşağıya doğru sıxlaşaraq, fikir versəz, sıxlaşaraq kök üsküyünü əmələ gətirir. Örtük toxumanın yuxarı hissədən bəzi hüceyrələri isə bu şəkildə göstərilməyib, amma qeyd edəcəm. Bəzi hüceyrələri isə uzanaraq kök tükcüyünü və yaxud əmici telləri formalaşdırır. Yəni həm kök tükcüyü, həm də kök üsküyü hər ikisi örtük toxumaya aid hüceyrələrdən təşkil olunmuşdur. Örtük toxumanın bölünmə və özünü bərpa etmə funksiyası yoxdur. Bəs bu işi nəyin hesabına yerinə yetirsin? Bu işi yerinə yetirmək üçün kömək alacaq törədici toxumadan. Törədici toxuma harada yerləşir? Elə kök üsküyünün yuxarı hissəsində yerləşir. Baxın bu hissədə. Kök üsküyü durmadan torpağın dərin qatlarına doğru yönəldiyi zaman orada sərt cisimlərlə, süxurlarla qarşılaşır və təbii haldır ki, zədələnə bilər. Nə qədər zərif görünsə belə, əslində kök üsküyü özündən kimyəvi maddələr xaric edib, sərt süxurları belə əridə bilər, amma bu yolda özünün də bəzi hüceyrələri məhv ola bilər. Onun da bölünmə qabiliyyəti və özünü bərpa funksiyası olmadığına görə, bərpanı və onun yeni hüceyrələrin formalaşmasını özündən yuxarıda yerləşən törədici toxuma hüceyrələri təmin edəcək. Çünki kök üsküyü özü örtük toxumadan təşkil olunur. Ona yeni hüceyrələr verəcək və nəticədə kök üsküyü daima öz işini görməyə davam edə biləcək. Davam edirik. Demək, biz kökün xarici quruluşu ilə tanış olduq və indi tanış olacağıq kökün növləri ilə. Kökün hansı növləri var? Kökün növləri çıxdığı, inkişaf etdiyi yerdən asılı olaraq qruplaşdırılıb. Bəzi köklər var ki, onlar toxumdan inkişaf eləyir. Biz həmin kökə əsas kök deyəcəyik. Bitkinin əsas kökü varsa, demək ki, biz onu toxumla çoxaltmışıq. Yox, əgər bitkinin əsas kökü yoxdursa, o zaman biz onu qeyri-cinsi yolla çoxaltmışıq. Yəni çilik vasitəsilə, kök pöhrəsi vasitəsilə və s. çoxaltmışıq. Bu zaman onun əsas kökü olmayacaq. Biz yalnızca toxumla çoxaltdığımız zaman əsas kök əmələ gələ bilər. Çünki əsas kök toxumdan inkişaf edə bilir. Digər hissələrdən inkişaf edə bilmir. Əgər varsa da mütləq şəkildə bir ədəddir. Başqa bir say mümkün deyil, ola bilməz. Fikir versəz,
Bu gövdədir. Mən buraya yazıram gövdə. Və fikir versəz, gövdənin aşağıdan davamıdır əsas kök. Baxmayaraq o toxumdan əmələ gəlib, amma gövdəyə də bitişikdir. Yəni yuxarı hissəsində də gövdə var. Ona görə gövdəyə bitişikdirmi? Bəli, gövdəyə bitişikdir. Amma gövdədən əmələ gəlibmi? Xeyr, toxumdan əmələ gəlib. İkinci kök növümüz əlavə köktür. Əlavə kök ya gövdədən əmələ gələ bilər, ya da yarpaqdan əmələ gələ bilər. Nə zaman? Biz əgər ki bitkini gövdəsi vasitəsilə qeyri-cinsi çoxaldırıqsa, torpağa gövdəni əkiriksə, o zaman ondan əlavə kök çıxacaq. Artıq toxum əkmədiyimiz üçün əsas kökü olmayacaq. Yəni gövdədən və yaxud da biz yarpağı torpağa əkmişiksə, yarpaqdan da əlavə kök çıxa bilər. Demək, biz əsasla əlavəni qeyd etdik və fikir verin ki, əlavə kök gövdədən də çıxa bilər. Elə şəkildə də fikir versəz, bura gövdədirsə, gövdədən çıxan bir əlavə kök müşahidə edirik. Eyni qaydada bu tərəfdə də var, eyni şəkildə. Demək ki, əlavə kök də gövdəyə birləşib. Əlavə kök həm gövdədən əmələ gələ bilir, həm də gövdəyə birləşikdir. Əsas kök isə gövdəyə birləşikdir, amma gövdədən əmələ gəlməyib. Ona görə bu ikisini birləşdirirəm və yazıram gövdəyə bitişik ola bilər. Yəni məsələ sizə belə bir şey çıxarsa ki, qarşınıza məsələn bitkinin 21 ədəd kökü var. Məsələn, onu bunun əlavə köktür. O zaman onun neçə kökü gövdəyə bitişikdir? 21 kökü varsa, mütləqdir ki, bunun toxumla çoxaldılıbsa, biri mütləq əsas köktür. Bir əsas kök. Əgər onu da əlavə köktürsə, yerdə qalan onu da olacaq. İndi keçəcəyimiz yan kök. Yan kök. Yan kök burada bizə lazım deyil. Çünki yan kök gövdəyə qətiyyən bitişik deyil. Ona görə gövdəyə bitişikləri hesablamaq üçün əsasla əlavəni toplayacağıq. Yəni 10-la 1-i toplayacağıq. 11 ədəd kökümüz gövdəyə bitişik kök hesab olunacaq. Amma gövdədən əmələ gələn kökü soruşsaydı, yalnızca əlavə kökü götürəcəkdik. Yəni 10 ədəd əlavə kökü götürəcəkdik. Çünki yalnız o gövdədən əmələ gəlir. Digər köklər gövdədən əmələ gəlmir. Gövdədən yalnızca əlavə kök əmələ gələ bilər. Həmçinin yarpaqdan da yalnızca əlavə kök əmələ gələ bilər. Bəs yan kök nədir? Yan kök digər köklərin yanında durur sadəcə. Əsas kökün də yanına dura bilər, əlavə kökün də yanında dura bilər. Məsələn, burada biz görürük, fikir versəz, baxaq burada. Demək, məsələn, əsas kök budursa, buna bitişən kök yan köktür. Və yaxud da əlavə kök budursa, fikir verin, əlavə kökdən çıxan kök yan köktür. Yəni, bu da əslində yan köktür. Əsas əlavə və bəzən hətta yan kökün üstündə belə yan kök çıxa bilir. Baxın, burada biz görürük ki, yan kökdür və üstündə əlavə bir dənə də yan kök var. Demək ki, bəzən yan kökün də üstündə yan kök çıxa bilir. Qısacası, digər köklərin üstündə çıxan kökə biz yan kök deyəcəyik. 3 növ kökümüz oldu. Əsas, əlavə və yan olmaqla. Yerləşmə yerinə görə və nədən əmələ gəldiyinə görə bunlar bir-birindən fərqlənirlər. Kök sistemləri ilə davam edəcəyik. Sistem dediyimiz zaman növlərin birləşməsi nəzərdə tutulur. Əsas, əlavə və yan köklər bir yerdə kök sistemini formalaşdırırlar. Amma bitkilərdə də, ümumiyyətlə təbiətdə canlılar arasında 100%lik garanti heç nə yoxdur. Ona görə burada da bəzi istisnalarımız ola bilər. Mütləq deyil ki, bir kök sistemində, bitkinin bir kök sistemində mütləq həm əsas, həm əlavə, həm də yan kök olsun. Bəzən onun hər hansı biri olmaya da bilər. Mümkündür bu. Əgər ki, kök sistemi mildirsə, mütləq onun əsas kökü aydın seçilməlidir. Yəni, əlavə və yan köklərin içində parlamalıdır bir sözlə. Və mütləq mövcud olmalıdır. Yəni, mil kök sistemində mütləq 3 növ kökün 3-ü də olmalıdır. Əsas, əlavə və yan köklər. Saçaqlı kök sistemində isə mil kök ola da bilər, əsas kök, üzr istəyirəm, ola da bilər, olmaya da bilər. Amma əsas kökün olmaması ya da olması, yəni o demək deyil ki, əsas kök var deyə biz onu mil kök götürəcəyik. Əsas kök olsa belə qətiyyən gözlə seçilməyəcək. Baxın, burada biz nə bilək ki, hansıdır əsas kök? Bəlkə budur, ya da bəlkə budur. Hansıdır? Heç bilmirik. Yəni seçilmirsə, varsa belə, seçilmirsə biz yenə ona saçaqlı kök sistemi deyəcəyik. Və yoxsa da yenə ona saçaqlı kök sistemi deyəcəyik. Bir sözlə, əgər əsas kök aydın seçilirsə, kök sistemi mildir, seçilmirsə, kök sistemi saçaqlıdır.
Nümunə olaraq isə ayırmaq üçün biz daha çox mil kök sistemli bitkilər arasında yayıldığını müşahidə edirik. Saçaqlı kök sistemi isə daha çox olacaq taxıl bitkilərində, yəni buğda, qarğıdalı, çovdar, arpa, çəltik, qamış və s. Taxıl bitkilərində saçaqlı kök sistemidir. Sonra soğanda, sarımsaqda, sonra nərgizdə, lalədə, zambaqda, İnci çiçəyində, yəni bunlar hamısı əslində qohum bitkilərdir. Zambaqlar fəsiləsinə aiddir. İnci çiçəyi. Yəni bunlar hamısı zambaqlar fəsiləsinə aiddir, taxıldan aşağıdakılar. Ona görə bunların hamısında bir də taxıllarda biz saçaqlı kök sistemi görəcəyik. Qalan dünya ərzində üzərində olan, demək olar ki, bildiyimiz, qarşınıza çıxan bütün bitkilərdə mil kök sistemi müşahidə olunacaq. Bu belə. Davam edirik. Dedi ki, kök bitkinin vegetativ orqanıdır və həyati funksiya yerinə yetirir. Hansı həyati funksiya yerinə yetirəcək? Kökün həyati funksiyası odur ki, bitkinin kökü bitkini torpağa bərkidir. Torpaqda da nə var? Su və mineral maddələr var. Həmin su və mineral maddələri də yuxarıya doğru ötürür. Vəssalam, bu olacaq kökün funksiyası. Təbii ki, başqa funksiyaları da var, amma əsasən qeyd edəcəyimiz iki funksiya bu qeyd etdiklərimiz olacaq. Bitkinin, bəzi bitkilərin kökləri özündə ehtiyat qida toplayır. Bu zaman onlar yeraltı şəkil dəyişmə formalaşdırırlar. Bəzən isə kökün yer üstü formaları müşahidə olunur. Bu zaman da onlar yer üstü şəkil dəyişmələr formalaşdırmış olurlar. Yəni primitiv bu şəkillərdə yuxarıdakı şəkildə gördüyümüz köklərdən başqa əslində təbiətdə daha fərqli özünə məxsus quruluşu olan köklər də var. Biz onları normal qarşılamayıb, onlara şəkil dəyişmiş köklər deyəcəyik. Məsələn, elə bayaqki yer kökünü bura misal göstərə bilərik. Yer kökünü qida kimi istifadə edirik və bilirik ki, onun əsas kökü, baxın bu şişkinləşən narıncı olan onun əsas köküdür. Orada çoxlu xromoplastlar toplanıb. Əvvəl şəffaf olur, kök, yəni bilirik ki, rəngsiz olur. Orada leykoplastlar olur ehtiyat qida olaraq. Sonra maddənin növündən asılı olaraq narıncı rəng alır, xromoplasta çevrilir və biz onu qida kimi istifadə edirik. Yəni biz yer kökünün əslində əsas kökünü yeyirik. Bir də onun formalaşmasında gövdənin aşağı hissəsi də iştirak edir. Yəni meyvə kökdür bu. Bu meyvə kökdür. Meyvə deyil. Sadəcə kökünü qida kimi istifadə etdiyimiz üçün şəkil dəyişmənin adına meyvə kök deyilir. Və meyvə kökün əmələ gəlməsində gövdə, bir də əsas kök iştirak edir. Yəni bütün köklər yox. Sadəcə gövdə və əsas kök iştirak edir. Əlavə və yan köklər meyvə kökün əmələ gəlməsində iştirak etmir. Fikir verin, bunlar çox nazik formadadır və ehtiyat qida toplamayıb, şəklini dəyişməyib. Normal primitiv yan köklərdir. Və həmçinin əlavə köklər də burada iştirak etməyəcək. Yalnızca gövdə və əsas kök iştirak edəcək meyvə kökün formalaşmasında. Bunu həmçinin yer kökündən başqa turpda, çuğundurda, şalğamda müşahidə edə bilirik. Eyni qaydada onlarda da eyni hissələr meyvə kökün formalaşmasında iştirak edirlər. Bəzi bitkilərdə isə əlavə və yan köklər şəklini dəyişiblər. Onlara da biz deyəcəyik kök yumruları. Kök yumruları. Demək, qeyd etdi ki, meyvə kökdə yalnızca köklərdən əsas kök və gövdə iştirak edə bilər. Kök yumrularında isə əlavə və yan köklər ehtiyat qida ilə zənginləşir, şişkinləşir və kök yumrularını formalaşdırır. Misal üçün isə Georgin bitkisini misal göstərə bilərik. Bir də bəzi köklər var ki, göbələklərlə müştərək həyat, yəni simbiyoz əmələ gətirirlər. Simbiyoz müştərək həyat deməkdir. Yəni hər iki canlı bir-birinə fayda verməlidir ki, biz onlara müştərək həyat yaşayır deyə bilək. Baxsaq, müşahidə etsək, burada biz bir göbələk görürük, bir də ağacın kökünü görürük. Hər ikisi arasında bir əlaqə yaranıb, qarşılıqlı əlaqə yaranıb. Göbələyin mitseli sapları gəlir dolaşır ağacın kökünə və bir-birləri ilə sanki əl-ələ tutub həyat yaşayırlar. Burada da yaxınlaşdırılmış quruluşu müşahidə edə bilərsiniz. Bəs bunların məqsədi nədir? Bir-birləri ilə belə yaxın qarşılıqlı münasibət yaradırlar. Çünki ağacın kökündən
Daha çox göbələyin mitseli sapları torpağın dərin qatlarına gedə bilir. Ağacın çata bilmədiyi yerlərə zərif mitseli sapları rahatçılıqla çata bilər və oradakı su və mineral maddələri mənimsəyəcək. Bitki də yaşıldır, yarpaqları yaşıldır. Orada fotosintez edib üzvü maddə hazırlayacaq. Nəticədə bitki özü üçün hazırladığı karbohidratdan, yəni şəkərdən, üzvü maddədən verəcək göbələyə. Göbələk də özünün torpaqdan çəkdiyi su və mineral maddələri, yəni əvəzində, üzvü maddə əvəzində verəcək ağaca. Yəni hər ikisi bir-birinə fayda vermiş oldu. Bu cür həyat tərzinə isə biz simbiozun bir növü olan, yəni əslində simbiozdur, amma növ olaraq mikoriza adı verəcəyik. Yəni miko bilirik ki, göbələk deməkdir, riza kök deməkdir. Göbələyin mitselisi ilə ağacın kökü arasındakı simbioz münasibətdir mikoriza. Simbioz sözünün mənası isə müştərək, yəni şərikli həyat mənasını verir. Kök haqqında deyəcəklərim bu qədər. Növbəti dərsdə görüşərik. Sağ olun.